Stresli keçən hamiləlik, ananın səhhətindəki problemlər, alınmış fiziki və ya psixoloji travma və sair səbəblərdən bəzən uşaqlar sağlamlığında problemlərlə dünyaya gəlir. Xüsusən də körpə vaxtından əvvəl doğulubsa, belə olan halda həmin körpələri küvəzə yerləşdirmək lazım gəlir. Kimisi 30, kimisi 32, kimisi 34 həftəlik doğulub. Aralarında 800 qram çəkidə doğulanlar da var, 1 kiloqram 200 qram olanlar da. Ürəklərində, böyrəklərində qüsur problemləri var idi. Bətin daxili inkişafda və erkən doğuş riski olduğuna görə məni bu Qəbələdən Bakıya yönəldi. Dövlət müəssisəsi olduğu üçün ixtisaslı müəssisələrdə küvəz ödənişsizdir. Nəzərə alsaq ki, əksər xəstəxanalar təmirə bağlı olduğundan bəzən ixtisaslı müəssisələrdə boş küvəz olmur. Bölgələrdən paytaxta üz tutan şəxslər isə xüsusi göndərişlə gəlməlidirlər. Təbibdən bildirilib ki, paytaxtda fəaliyyət göstərən 2 saylı doğum evi bu baxımdan müasir standartlara cavab verən texniki avadanlıqla təmin olunub. Xəstəxananın 10 nəfərdən ibarət reanimasiya və intensiv terapiya bölümü də fəaliyyət göstərir. 2025-ci ilin statistikasına nəzər salsaq, il ərzində 3551 doğuşumuz olmuşdur. Bunlardan 488-i erkən doğumlar, vaxtından əvvəl doğuşlar, gestasiya yaşına görə az və az kütləli uşaqlar, həmçinin patoloji diaqnozlarla doğulan uşaqlar olmuşlar və bu uşaqlar bizim bu reanimasiya bölümümüzdə layiqincə müalicələrini alıb evlərinə kafi vəziyyətdə yazılmışlar. 2 saylı doğum evinin neonatal reanimasiya şöbəsinin məsul həkimi Aygün Rüstəmxanlı bildirib ki, erkən və yanaşı problemlərlə doğulmuş körpələrin izlənilməsinin vacibliyi nəzərə alınaraq doğum evləri ixtisaslı xəstəxanalarla daim əlaqəli olur. Belə olduğu halda biz bu körpəni stabilləşdirdikdən sonra hətta özəl müəssisələrdə sığorta ilə ürək qüsurları təmin olunduğu üçün müraciət edirik. Əgər uşağı stabilləşdiririksə, sonradan əməliyyat planlaşdırılır. Qeyd edək ki, hazırda Respublika Perinatal Mərkəzi təmirə bağlı olduğundan Elmi Tədqiqat Pediatriya İnstitutunda sıxlıq yaşandığı bildirilir. Buradakı şəraitlə bağlı da çəkiliş aparmaq istəsək də buna şərait yaradılmadı. Sevinç Vaqif qızı, Davud İbrahimov, Xəzər xəbər.